Sözündən dönən namərddir deyib, bu dəfə isə qarşınıza fərqli salat axtaranlar üçün gəldim. Adı və dadı fərqli olan bu salatımız iftar süfrələrinizə yaraşıq verəcək. İlk öncə bir orta boy soğanı kub-kub doğrayırıq. Daha sonra isə 300 qram şampinyon göbələyi öncədən təmizləyib, daha sonra doğrayıram. Göbələklər səliqəli rəngdə olsun deyə üzərlərindəki qabığı soyuram. Doğrayan zaman hissələrin kiçik olmasına diqqət edirəm. Soğanlarımızı 2 qaşıq günə baxan yağı istifadə etdiyimiz tavanın içərisinə əlavə edirik. Yaxşıca qızartdığım soğanların üzərinə göbələkləri əlavə edirəm. İstəyə görə duz və istiotla dadlandırırıq. Əvvəlcədən qaynatdığım 3 ədəd kartofu rəndənin iri gözündən keçirirəm. Ölçülü salat qabına kartofları əlavə edirəm. İstifadə etdiyiniz 3 ədəd kartofun eyni ölçüdə olmasına diqqət yetirin. Əks təqdirdə daha yaxşı dad almağınız üçün duzun miqdarını artırmanız lazımdır. İlk hazır olan sıramızın üzərini duzlayıb mayonez çəkirik. Mayonezi istəyinizə görə artırıb azalda bilərsiniz. İkinci qat isə göbələkləri əlavə edib düzəliş verirəm. Daha sonra ehmalca mayonez çəkirəm. Daha sonra əvvəlcədən qaynadılmış 3 ədəd yumurtanı dağılmasın deyə yüksək ehtiyatla rəndənin iri gözündən keçirirəm. Hazır olan yumurtalarımızı 3-cü qat olaraq əlavə edirik. Əzizlərim, bu etapda da duz və mayonez istifadəsini əsirgəməmək lazımdır. 2 ədəd qaynadılmış kökü də rəndələyib 4-cü qat olaraq əlavə etdikdən sonra duz və mayonez istifadə edirəm. 100 qram Holland pendirini rəndələyib son qat olaraq əlavə etdikdən həmən sonra duzlayıb mayonez çəkirəm. Son olaraq isə salatımızı salata əlavə etdiyimiz formadan çıxarırıq. Qeyd edim ki, əgər formanız yoxdursa, başqa bir qabın üzərində bu şəkildə sırayla düzülüş edə bilərsiniz. Əgər bu və bunun kimi dizaynlarımı bəyəndinizsə, mənimlə şərhlərdə bölüşməyiniz kifayətdir ki, bu cür kəsimləri sizinlə birlikdə edək. Həqiqətən də duzu lazımi qədər istifadə etdikdə, bu salatın dadı necə də gözəl olur. Və son olaraq nə deyirik? Yox, bu dəfə kontenti dəyişirəm. Ən dadlı salatlarda görüşmək ümidi ilə.